Baş yaxşıdır. Külək var, bilirəm. Başlayaq. Qrafon online'dır. Like, comment və kanala abunə olmağı unutmursuz. Əsas infolar isə bunlardır. Bizi Apple'dan 3 Ultra device gözləyir. iPhone Ultra'nın təqdimat tarixi bəlli oldu. Galaxy S27 Ultra'da kameraların düzülüşü tamam dəyişəcək. Xiaomi 17 Fold yaxın günlərdə təqdim olunacaq. Avtonomluq King Kongu gəlir. Belə xəbərlər sizi çox maraqlandırır. Odur ki, bu videonu elə indidən avans olaraq like edirsiniz. Komment yazmağı unutmursuz. Çay, kofe, yeməyi də yanınızda nəysə varsa, mən başladım. Apple'dan biz bu il üçün bir Ultra device gözləyirdik. Amma bu bir Ultra 3 Ultra'ya çevrildi. Yeni Ultra seriyası fərqli bir yeniləmə dövrü və premium mövqeyi ilə ayrı bir device silsiləsinə çevrilə bilər. Yeni sızmalara görə Apple Ultra brendini birdən çox device kateqoriyasına inkişaf etdirməyi davam etdirir. Insiderlər şirkətin ilk qatılan smartfonunun iPhone 18 kimi seriya nömrəsi olmadan iPhone Ultra adlandıra biləcəyini deyirlər. Bu onun əsas iPhone xəttindən ayrıca inkişaf etməyə və yeniləmə cədvəlini almağa imkan verəcək. Qeyd olunur ki, iPhone Ultra sentyabr ayında iPhone 18 Pro və Pro Max seriyaları ilə birlikdə təqdim edilə bilər. Baxmayaraq ki, qatılan smartfonlar özü bir az sonra satışa çıxacaq. Başqa bir məhsulla müzakirə olunur. MacBook Ultra Apple notebookları üçün ilk dəfə belə xüsusiyyəti olan OLED ekran və sensor idarəetməsi ilə təchiz olunacağı gözlənilir. Həmçinin MacBook Pro-dan xeyli baha olacağı gözlənilir. Növbəti üçüncü device AirPods Ultra-dır. Əsasən bunlar yeni çip və süni intellekt assistenti üçün kameralarla təkmilləşdirilmiş AirPods Pro 3 olacaq. Gələcəkdə eyni strategiyanın bir hissəsi olaraq şirkətin tarixində ən bahalı planşet və Ultra xəttinin genişləndirilməsinin bir hissəsi ola biləcək qatlanan iPad Ultra'nın mümkün olacağını gözləyə bilərik. Qatlanan iPhone. Bu iPhone-un təqdimatını biz hamımız səbirsizliklə gözləyirik. Bəziləri desələr ki, neynirəm, nəyimə lazımdır bu iPhone, amma ki, maraq bu iPhone-un təqdimatının gözləməsinə əsas olur. Apple iPhone Ultra-nı bu tarixdə təqdim edəcək. Insiderlər Apple'ın ilk qatılan smartfonunun bu payızda satışa çıxarılacağını iddia edir. Insider IC Universe-ə görə Ultra prefiksi ilə ilk qatılan iPhone 18 Pro seriyası ilə birlikdə 26-cı ilin payızında təqdim ediləcək. O yeni məhsulun əvvəllər deyildiyi kimi ilin sonunda deyil, həmin ay satışa çıxarılacağını iddia edir. Mənbə qeyd edir ki, bu şirkətin 1 sentyabr 2026-cı ildə Apple'ın yeni baş direktoru olacaq John Ternus'ın rəhbərliyi altında ilk böyük təqdimat olacaq. Buna görə də rəhbərliyin device'i mümkün qədər tez buraxması vacibdir. Əslində iPhone Ultra şirkətin gələcək illəri üçün istiqamətini müəyyən edə bilər. Sızdırılan sxemlərə görə device gözləniləndən daha nazik olacaq. Əvvəllər müzakirə edilən 9,6 mm ilə müqayisədə qatlandıqda təxminən 9,23 mm. Kamera modulları da daxil olmaqla maksimal qalanlıq təxminən 13 mm çatır. Müqayisə üçün artıq iPhone 17 Pro Max və hətta açıldıqda iPad mini ilə müqayisə edilir. Çox güman ki, tezliklə daha ətraflı məlumatlar əldə ediləcək. İnternet dövründə yaşayırıq. Bu dövrdə əsas olan nədir? Kəsilməz və sürətli internet. Sürətli interneti və kəsilməz interneti kim təmin edir? Əlbəttə ki, Start Telekom. Siz də mənim kimi Start Telekomu seçin. Start Telekom, dost kimi dost, internet provayderi. Deyəsən Samsung xodlana bildi. Nəhayət ki Samsung xodlandı və deyəsən Galaxy 27 Ultra seriyasında o kameraların yerləşməsinin formasını dəyişdirəcək. Ay Allah, nə yaxşı ki Samsung öz fanatlarını, öz istifadəçilərini eşitdi. Əlaçı Samsung. Uzun illərdən sonra ilk dəfə olaraq kamera fərqli bir yerdə yerləşdiriləcək və bunun yaxşı bir səbəbi var. Cənubi Koreya insiderinin sözlərinə görə Samsung Galaxy S27 Ultra-da, eləcə də bütün digər Galaxy S27 modelləri böyük bir yeniləməyə məruz qalacaq. Əsas dəyişiklik arxa kamera blokunun fərqli bir düzülüşü olacaq. Şaquli kamera bloku keçmişdə qala bilər və bu Samsungun flaqman xəttinin görünüşünün dəyişmək istəyi üçün deyil, zəruri olduğu üçündür. 27-ci ildə istehsalçı nəhayət ki, çiykil zaryatka maqnitlərinin birbaşa Galaxy S27 seriyasının smartfonlarına quraşdıracaq. Bu, kamera modullarının düzülüşündə dəyişiklik tələb edəcək. Yeri gəlmişkən, hazırda daxili çiykil zaryatka maqniti olan yalnız bir Android smartfon xətti mövcuddur. Bu da Google Pixel'dir. Xiaomi deyəsən öz qatılan smartfonunun adını dəyişir.
Əvvəllər Xiaomi Fold adlandırılırdı. Bu illər isə Xiaomi-nin qatlanan smartfonu Xiaomi 17 Fold adlandırılacaq. Görəsən sadəcə olaraq adı dəyişdirilir, yoxsa Qatlanan Xiaomi 17 Fold satışa çıxarılacaq, ancaq Qualcomm-un flaqman çipi ilə yox, xüsusi çipə malik olacaq. Çin brendi bu yay satışa çıxarılacaq X-Link O3 prosesorunu hazırlayıb. Gələcək qatlanan smartfon Xiaomi Mix Fold 5 Mi Code verilənlər bazasında İHASA indeksi ilə 2608 BPX34C model nömrəsi ilə peyda oldu. Burada əsas məsələ onun qatlanan device olmaması deyil, daxili quruluşudur. Sızıntılara görə device Xiaomi-nin xüsusi X-Link O3 çipinə malik olacaq. Bu da Xiaomi-nin premium segmenti üçün üçüncü tərəf platformalarından tam müstəqil yolda atdığı iş böyük addım ola bilər. Şirkət əvvəllər X-Link O1 kimi həlləri sınaqdan keçirdi. Lakin indi ən mürəkkəb smartfon növü olan qatlanan smartfonlardan danışır. Bu o deməkdir ki, Xiaomi təkcə aparat üzərində deyil, həm də qatlanan ekranlar, enerji istehlakı və çox tapşırıqlar üçün optimallaşdırma üzərində nəzarəti ələ keçirir. Təqdimat avqust ayında gözlənilir və device əvvəlki nəsillər kimi çox güman ki, yalnız Çin üçün nəzərdə tutulub. Qiyməti təxminən $1399 olacağı gözlənilir. Digər maraqlı ehtimal isə Xiaomi-nin əsas smartfon adlandırmalar sistemi ilə uyğunlaşdırmaq üçün modeli Mix Fold 5 əvəzinə Xiaomi 17 Fold adı ilə təqdim etməsidir. Bu dolayısı yolla yerləşdirməni sadələşdirəcək və qatlanan deviceların ayrıca bir eksperimental qol deyil, əsas flaqman seriyasının bir hissəsi etmək cəhdinə işarə edir. avtonomluq King Kongu gəlir. Ən əsası siz süjet izləyin. 12.000, 12.000 hə. Avtonomluq King Kongu Redmi Turbo 6 Max 12.000 mAh batareya sahib ola bilər. Redmi batareya tutumu baxımından Honor'dan daha da irəli gedəcək. Honor əvvəllər 10.000 mAh batareya malik bir neçə smartfon təqdim etdi. Vivo 10.200 mAh batareya malik Y600 Pro-nu təqdim etdi. Lakin Xiaomi daha da irəli getməyi qərarına gəlib. Digital Chat Station Insider'ın sözlərinə görə Redmi 12.000 mAh batareya malik smartfon hazırlayır. Bu çox güman ki, Redmi Turbo 6 Max-a aiddir. Xatırladaq ki, Redmi Turbo 5 Max 9.000 mAh batareya malikdir. Əvvəllər Redmi Note 17 və Redmi K100 seriyalarının 10.000 mAh və ya daha çox batareya alacağı barədə şayələr yayılmışdı. Bax buna varam. Bax bunu mən çox xoşlayıram. Buna mən çox sevinirəm. Artıq smartfon istehsalçıları ölüm-dirim mübarizəsinə başlayıb. İndiki dövrdə hansı istehsalçının smartfonu daha çox bir zaryadkadan işləyəcəyi barəsində mübarizə gedir. Bu da biz üçün, yəni mənim üçün və siz üçün çox yaxşı bir tendensiyadır. Çünki bir neçə ildən sonra biz bir gün yox, 2 gün yox, hətta 3 gün yox, həftələrlə bir zaryadkada işləyən smartfonlar bizi gözləyir. Əgər sən də bir zaryadkada həftələrlə işləyən smartfon gözləyirsənsə, onda bu videonu mütləq like edirsən. Bugünlük isə bu qədər. Düşünürəm ki, maraqlı video olur. Video xoşunuza gəldisə like, xoşunuza gəlmədisə əlbəttə ki, dislike. Amma dislike'ın səbəblərini mütləq kommentlərdə qeyd edin. Kanalımız maariflənmək istəyənlərin kanalıdır. Kanalımız texnoloji cəhətdən zəngin biliklərə sahib olmaq istəyənlərin kanalıdır. Əgər sən həmən insanlardansansa, mütləq kanala abunə ol. Kanala abunə ol ki, ilk texnoloji xəbərlərdən, ilk texnoloji yeniliklərdən sən xəbər tutasan. Kanalımızda maraqlı videolar çoxdur. Siz bu videolara baxmaqda, videoları like edib komment yazmaqda və ən əsası kanala abunə olmaqda davam edirsiniz. Mən isə YouTube'da olduğumuz üçün sizinlə sağollaşmıram. Grafon eğlendirir. Grafon abonenizi gözləyir. Çelenkler, grafonda hediyeler. Abone oldun, ela. Comment yazdın, süper. Grafon, koşup gel. Grafon.